Azərbaycanda içlərində hərbiçi də olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Məlumata görə xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qəmbərov və Vüsal Ağayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbiçidir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Aliyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər. Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.